Allah Subhanahu taala dini kamil dindir ki, hər kəsə öz haqqını bildirib. Allahın qullar üzərində olan haqqı, Rasulullahın ümmət üzərində olan haqqı, valideynin evlad üzərində olan haqqı, evladın valideyn üzərində olan haqqı, kişinin qadın üzərində olan haqqı, qadının kişi üzərində olan haqqı və s. haqlar. Qonşu haqları, qohum haqları və s. Bu da İslam dini kamilliyindən irəli gəlir. Hər kəsin haqqını bildirir. Və ailə haqlarında əsas 3 haqq var. Ən birincisi, qadının kişi üzərində olan haqqı. İkinci, kişinin qadın üzərində olan haqqı. Üçüncü də müştərək olan haqlar. Hər ikisi arasında müştərək haqlar. Və qadının kişi üzərində olan haqlarından ən birincisi, evləndiyin qadınların mehirlərini vermək. Allah Subhanahu taala buyurur ki: "Və atun nisaa sadaqatihinna nihla." Evləndiyiniz qadınların mehirlərini könül xoşluğu ilə verin. Və verdiyin mehirdən icazəli deyil ki, kişi və yaxud da onun atası və yaxud qardaşı qadınla verdiyi mehirdən istifadə etsin. Yalnız onun razılığı ilə istifadə edə bilər. Allah Subhanahu taala buyurur ki: "Fəin tibna lakum an şey'in minhu nafsa fakuluhu hani'an mari'a." Əgər verdiyiniz qadınlara verdiyiniz mehirlərdən o razı olarsa, o zaman könül xoşluğu ilə yiyin, istifadə edin. Və həmçinin qadının kişi üzərində olan haqlarından ikincisi, qadına infaq etmək. İnfaq etmək, yəni onun üçün xərcləmək. Onu yedizdirmək, geydirmək, onun məskunlaşacağı bir ev vermək. Orada məskun olunacaq bir ev və onu xəstələndikdə müalicə eləmək. Müalicə etdirmək. Allah Subhanahu taala buyurur ki, bu haqda: "Və alel mevlud lehu rizquhunna və kisvetuhunna bil ma'ruf." Anaların haqqıdır ki, kişi doğulacaq evladın anasını ruziləndirsin, geydirsin. Yəni ananın kişi üzərində olan haqqıdır ki, onun evladının anasını yəni ruziləndirsin, geydirsin. Həmçinin qadınların kişi üzərində olan haqlarından da biri onları oddan qurtarmaq, cəhənnəm odundan qorumaq, qurtarmaq. Hansı ki Allah Subhanahu taala bu haqda buyurur ki: "Ya eyyuhellezine amanu qu anfusakum və ahlikum nara." Ey iman gətirənlər, özünüzü və ailənizi oddan qoruyun. Əli ibn Əbi Talib radiyallahu anh bu ayət təfsirində buyurur ki, yəni onları öyrədin və onları ədəbləndirin. Ailənizi. Oddan bu cür qurtara bilərsən onları, cəhənnəm odundan. Həmçinin onu necə oddan qurtara bilərsən, ailəni? Namazların vaxtlarını onlara bildir. Namazlarına riayət eləməsinə diqqət elə. Namazlarını qılırmı vaxtında? Fərzlərini, sünnətlərini qılırmı vaxtında? Haramlardan çəkinirmi? Allahın əmrlərini yerinə yetirirmi? Oddan qorumaq. Qadının kişi üzərində olan haqlarındandır. Əgər kişi öz qadınına Allahın dinini öyrətməyə bacarmırsa, o zaman ona vacib olur ki, Allahın dinini öyrənmək üçün olan vasitələri o üçün asanlaşdırsın. Müəyyən kitablar oxumaq, dərslərə dinləmək və s. vasitələr. Və lakin müsibət hardadır? Musibət, yəni o hardadır musibət? Kişi özü haramın içərisindədir, Allahın haramlarının içərisindədir, hansı ki qudvə olmalıdır kişi evdə, nümunə. Yəni evin başçısı, ailə başçısı nümunə olmalıdır ailə üçün. Əgər ailə başçısı nümunə deyilsə, haramın içindədirsə, o ailə necə olacaq? O zaman evlad və zövcə, arvad necə islah olacaq, necə düzələcək? Əgər qudvə olan, nümunə olan insan haramın içərisindədirsə, gecə-gündüz. Bu müsibətdir. Fudayl ibn İyad rahmehullah deyir ki, Məlik ibn Dinar rahmehullah görür ki, bir kişi gəlir namaz qılmağa. Namazı necə gəldi qılır? Tələm-tələsi. Deyir ki, Məlik ibn Dinar deyir ki, bu
bu necə özünü deyir, ruzisindən məhrum edir. Və dedilər ki, ey Əbu Yahya, bu necə özünün ruzisindən məhrum edə bilər ki? Dedi, gör necə namaz qılır, deyir. Hansı ki, deyir, ailənin deyir, böyüyü ailəni öyrədəndir. Yəni, evdəkilər baxır ailənin böyüyünə. O necədirsə, əməllərdə, Allahın əmirlərinə qarşı, qadağanlarına qarşı, onlar da el olacaq. Əgər o naqisdirsə, onlar da naqis olacaq. Bu naqisliyi ilə də, günahlarla da ruzidə məhrum olacaq. Həmçinin qadının kişi üzərində olan haqlarından da biri daha doğrusu bu məsələdə hansı ki, ən təhlükəli müsibətlərdən də biri qeyd edeyim ki, hansı ki, qadının tuğyan etməsidir və görsən ki, qadın, yəni bütün evin işləri, əmirləri qadının əlində olur. Kişi yalnız mücərrət qadının əmirlərini icra edir. Belə deyək ki, başçılığı qadın eləyir evdə, böyülüyü. Hansı ki, Allah Subhanahu Taala Quran-ı Kərimdə buyurur ki, "Ər-ricalu qawwamin alan-nisa." Kişilər qadınlar üzərində ixtiyar sahibidir. Yəni Allah Taala kişiləri qadınlardan üstün tutdu. Kişilər qadınlar üzərində ixtiyar sahibidir. Əgər o ixtiyarı qadına verilsə evdə, o zaman evdə, ailədə bərbad olacaq. Ailənin bünövrəsi. Və həmçinin qadınların kişilər üzərində o haqlarından da biri kişi qadının qeyrətini çəkməlidir. Kişi öz ailəsinin qeyrətini çəkməlidir. Yəni, qeyrət çəkmək deyildikdə, o demək deyil ki, insan şək şübhə eləməlidir, zənnə qapılmalıdır. Bu qeyrət çəkməkdən sayılmır. Zənnə qapılmaq qeyrətdən sayılmır. Zənn etmək, güya bu qeyrət çəkir insan. Əksinə qeyrət çəkmək odur ki, onu bayıra çıxanda əcnəblər qarşısına hicablanmağını əmr etməlisən. Hicab örtməsini. Və gözlərini naməhrəmdən çəkməsini əmr etməlisən. Və zinətlərini yalnız məhrəminə göstərməsini bildirməlisən. Naməhrəmə zinətlərini göstərməsin. Yalnız ərinə və məhrəmlərinə. Və kişilər olan yerlərə çox girib çıxmasın. Kişilərlə qarışmasın. Və həmçinin fitnə olacaq şeyləri göstərməsin. Məsələn, müəyyən zinət əşyalarını taxmaq hicabın üstündən və yaxud əlləri xınalı halda ələ xına qoyub bəzəmək və onunla çölə çıxmaq və yaxud kosmetikalarını çölə çıxmaq və s. Qeyrəti belə çəkmək lazımdır. İnsan öz məhrəminin qeyrətini belə çəkməlidir. Qoymamalıdır ki, çölə naməhrəmlər qarşısına açıq-saçıq getsin. Həmçinin 5-ci haqq, qadınların kişilər üzərində ən böyük haqlarından da biri kişinin öz qadını ilə gözəl rəftar etməsi. Gözəl rəftar etməsi. Hansı ki, Allah Subhanahu buyurur ki, وَعَشْرُهُنَّ بِالْمَعْرُوفِ Onlarla gözəl rəftar eləyin. Və həmçinin İmam Tabarani rahimehullahın rivayət etdiyi hədisdə, mərfu hədisdə Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki: "Əhabbə ibadallah ilallahi əhsanuhum xulqan." Ey Allahın qulları, sizin Allahın yanında ən sevimli olanınız əxlaqının gözəl olanıdır. Və yəni insan, kişi öz qadını ilə gözəl rəftar etməsi o deməkdir ki, ona ehtiram göstərməsi, ona gözəl əxlaqlarla müamilə etməsi, onun xətaların görəndə onda üzr axtarması, onu şəxsiyyətinə hörmət etməsi, onun zövcənin sənin yanında məkanının, mənzilinin, dərəcəsinin üstün olmasını bildirmək, ona olan sevgini bildirmək gözəl şəkildə. Gözəl rəftar bax budur. Allah Subhanahu taala bizdən tələb edir, insanlardan, kişilərdən. Öz qadınlarınız bu arada gözəl rəftar edin. Və Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, sizlərdən ən xeyirli odur ki, ailəsi ilə gözəl rəftar edəndir. Və sizin içərinizdə də ən xeyirli mənəm.
Və hər bir kiçik və böyük məsələlərə görə danışmamaq, deyinməmək. Bu da gözəl rəftardan sayılır. Necə Ənəs ibn Məlik radiyallahu anh buyurur ki, Allah Rasulü sallallahu aleyhi ve sellemə 10 il xidmət elədim. Bir dəfə də olsun demədi ki, ey Ənəs, niyə bunu belə etmirsən? Niyə bunu belə etməmirsən? Və Peyğəmbər sallallahu aleyhi ve sellem əxlaqından deyildi ki, hər şeyə danışması. Hər böyük və kiçik şeyə danışmaq. Bu niyə belə etdin, bu niyə belə etmədin? Həmçinin kişi qadınına qarşı gözəl rəftardan sayılır ki, hər şeyə danışmasın. Əsas lazım olan Allahın əmir və qadağalarına qarşı danışmaq lazımdır. Həmçinin gözəl rəftardan sayılır zövcə ilə istişarə etmək. Yəni məşvərət eləmək. Məşvərət etmək. O da gözəl rəftardan sayılır. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem Hüdeybiyyə günündə zövcəsi Ümmü Sələmə radiyallahu anh istişar elədi. Məşvərət elədi Hüdeybiyyə günündə. Lakin görsən, bəzi insanlar deyir ki, sən qadınsan, get qadın işə qarış. Filan işi sənlik deyil. Yəni, hansı ki, insan belə deməklə nə inir? Qadını dəyərsiz eləyir. Yəni, bəzən elə hallar var ki, oradan məşvərət eləmək lazımdır. Yəni, o da gözəl əxlaqdan sayılır. Ona görə İslam dini, qardaşlar, kamil dindir. Və bizə hər bir məsələdə İslam dini danışıb. Allah Subhanahu taala Rasulü bizə bildirib. Ailə ilə necə rəftar, evladla necə rəftar, valideynlə necə rəftar, qonşu ilə, qohumla, insanlarla. Bu bizim dinimizdir. Və həmçinin qadınların kişilər üzərində haqqı olduğu kimi də həmçinin kişilərin də qadınlar üzərində haqları var. Və kişilərin də qadınlar üzərində haqları odur ki, ən birincisi məruf işlərdə ərinə itaət eləməsi. O işlər ki, hansı ki Allaha asilik yoxdur orada, ərinə itaət etməsi. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər qadın 5 vaxt namazlarını qılarsa, Ramazan orucunu tutarsa və özünü haramdan qoruyarsa, zinadan və ərinə itaət edərlərsə, ona deyərlər ki, cənnətin hansı qapısından istəyirsənsə gir içəri. Hədisi İbn-i Hibban və İmam Əhməd rivayət edib. Həmçinin kişinin qadınlar üzərində olan ikinci haqqı onun namusunu və malını qorusun. Qadın ərinin namusunu və malını qorusun. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ələ uxbirukum bi xeyri mən yənkizul mər'u. Sizə xəbər verimmi ən gözəl qadın kimdir, hansıdır? Dedi, ən gözəl qadın odur ki, salih ola və əri ona baxanda sevinə, əri ona əmr edəndə itaət eləyə və əri olmayanda da ərinin namusunu və malını qoruya. Ən gözəl qadın odur. Həmçinin kişilərin qadınlar üzərində olan haqlarından üçüncüsü, ərinin xoşlamadığı insanı evinə dəvət etməsin. Ərinin xoşlamadığı şey evində baş verməsin. Xoşlamadığı söhbət getməsin evində. Xoşlamadığı şey olmasın, baş verməsin evində. Həmçinin kişilərin qadınlar üzərində haqlarından dördüncüsü, yəni qadın ərinin qulluğunda daima durmalıdır, qiyamda durmalıdır. Həmçinin ərinin valideynlərinin qulluğunda durmalıdır. Yəni necə? Valideynlərinə xidmət etməlidir, ərinə xidmət etməlidir. Valideynlərlə gözəl rəftar etməlidir ərinin. Onlara hörmət etməlidir, ehtiram göstərməlidir. Həmçinin haqlardan, kişinin qadına üzərində olan haqlarından ərinin izni olmadan evdən bayra çıxmamalıdır. Hətta öz atasının evinə belə ərinin izni olmadan getməməlidir. Bu da kişinin qadına üzərində olan haqlarındandır. Ərinin izni olandan sonra gedə bilər. Həmçinin haqlardan ərinin ona etdiyi yaxşı əməllərə görə ərinə təşəkkür etməlidir. Təşəkkür etməlidir ərinə. Hansı ki onu yedizdirir, içizdirir, geydirir, ən gözəl libasları.
ərinin bu əməlini, yəni zay etməməlidir, heç saymamalıdır. Bunu dəyərləndirməlidir. Həmçinin müştərək haqlardan qadın və kişi arasında hər ikisinə vacib olan haqlar var və onlardan da ən birincisi ailənin xoşbəxtliyini qorumaq üçün yardımlaşmaq hər iki tərəfdə. Ailəni şərdən və hüzündən müdafiə etmək üçün yardımlaşmaq. Həmçinin ikincisi Allaha itaətdə və təqvada yardımlaşmaq, biri-birinə kömək etmək. Namaza duranda bu birisini durğuzmaq, oyatmaq, oruca duranda bu birisini oyatmaq, biri-birinə oruca həvəsləndirmək, ibadət həvəsləndirmək, nafilə ibadətlərə, Quran oxumağa və s. Yəni, təqvada və xeyir əməllərdə biri-birinə yardım etməsi. Həmçinin ailənin məsuliyyətli məsələlərində, evlad tərbiyəsində istişar eləmək, məşvərətləşmək, nəyi necə etmək lazımdır. Həmçinin dördüncü haqlar da biri-birlərinin öz arasında olan sirlərini heç kəsə danışmamalıdır. Hətta valideynlərinə belə danışmamalıdır. Öz aralarında olan sirləri biri-birinə danışmamalıdır. Peyğəmbər s.ə.v buyurur ki, necə Müslim və ikisi hədisdə, insanlar içərisində ən şərli insan odur ki, Allah yanında ailəsi ilə arasında olanı başqa yerdə danışır. Ailəsinin arasında olan sirləri başqa yerdə danışır. Ona görə möhtərəm müsəlmanlar, bunlar qısa da olsa ailə haqlarıdır və bunlar mühümdir. Hər bir müsəlman çalışmalıdır ki, bu haqlara riayət eləsin. Çünki qiyamət günü insan öz zövcəsindən soruşulacaq, insan öz evladından soruşulacaq, xüsusən də kişi. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kullukum ra'in və kullukum məs'ulun an ra'yatihi. Sizin hər biriniz başçısınız və hər bir başçı da öz rəiyyətindən soruşulacaq. Hətta yus'alur racul miratihi. Hətta kişi öz qadınından soruşulacaq. Kişi öz evladından soruşulacaq. Ona görə bu məsuliyyəti kişi daşıyır ən çox və çalışmaq lazımdır ki, mümin bu haqları oxusun, öyrənsin və buna əməl etsin. Çünki sən qiyamət günü Allah qarşısında cavab verəcəksən ailənə görə. Allah Subhanahu istəyirəm ki, Allah Subhanahu bizi hər birimizi fitnə və əhlindən qorusun, bütün müsəlmanları izzətləndirsin, şirki və şirk əhlini zəllil etsin. Aqulu qawli hada, estağfirullah li və lakum və lisa'il muslimin kullu ma estağfiruh, innehu'l gafurur rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.